Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bugünkü dərsimizdə cümlədə sözlərin sırası və inversiyadan danışacaq. Bu mövzu bəlkə də öyrəndiyimiz mövzuların içərisində ən asanıdır. İlk növbədə cümlə üzvləri ilə öyrənmək lazımdır, çünki cümlə üzvlərinin sırasını biləndə cümlədə sözlərin sırasını bilmiş oluruq. Bilirik ki, mübtəda başda gəlir. Mübtəda ilə ibtida sözündəndir, başlanğıc sözündəndir. Xəbər sonda gəlir. Yəni cümlədə sözlərin sırası dedikdə ilk növbədə bilməliyik ki, mübtəda başda, xəbər sonda gəlməli. Gördüyünüz kimi zərflik və tamamlığı alt üst yazmışam. Yəni nə zərfliyi qabağa keçirməmişəm, nə tamamlığı. Bu cümlənin konstruksiyasından, orada ifadə edilən fikirdən, məntiqi vurğudan asılı olaraq ola bilər ki, zərflik qabaq, tamamlıq sonra gəlsin və ya tamamlıq qabaq, zərflik sonra gəlsin. Dediyim kimi, bu məntiqi vurğu ilə daha çox bağlıdır. Məntiqi vurğu cümlədə sözlərdən birinin digərlərinə nisbətən daha çox nəzərə çatdırılması zamanı işlənən sözə deyirik. Bu şifahi nitqdə asandır, həmin sözü qüvvətli deyərik. Amma yazılı nitqdə məntiqi vurğulu söz cümlənin xəbərinin yanında gəlir. Məsələn, bir-iki misal deyim. Mən babamla axşam kəndə gedəcəyəm. Burada kəndə sözünü gedəcəyəm xəbərin yanında işlətməklə zərfliyi, yer zərfliyini məntiqi vurğu altına salmış oluruq və bu zaman gördüyünüz kimi cümlədə sözlərin sırası belə olur. Mən babamla axşam kəndə gedəcəyəm. Yox, axşamı məntiqi vurğu altına salmaq istəsəm, o zaman da belə olur. Mən babamla kəndə axşam gedəcəyəm. Ola bilər ki, tamamlığı məntiqi vurğu altına salaq. Onda tamamlıq xəbərin yanına gələcək. Mən axşam kəndə babamla gedəcəyəm. Ona görə xəbərlə mübtədanın arasındakı tamamlıq və zərfliklərin konkret bir sırası yoxdur. Məntiqi vurğudan asılı olaraq bu dəyişə bilər. Təyin isə təyin etdiyi sözdən əvvəl gəlir. Ona görə də təyin mübtədadan da əvvəl gələ bilər. Tamamlıqdan da, zərflikdən də, ismi xəbərdən də əvvəl gələ bilər. Amma bu yerdə bir məsələni də xatırladım. Bəzən zaman zərflikləri, yer zərflikləri mübtədadan qabağa keçə bilər ki, bu vaxtda söz sırası pozulmuş hesab olunmur. Yəni, burada da bir anormallıq yoxdur. Məsələn, belə deyək ki, axşam mən babamla kəndə gedəcəyəm və axşam atam gec gəldi. Burada heç fərq eləməz ki, atam axşam gec gəldi və axşam atam gec gəldi. Yəni, zərfliyin bəzən zaman zərfliyinin, xüsusilə də daha çox zaman zərfliyinin mübtədadan qabağa keçməsi söz sırasını pozmaz. Söz sırasının qəsdən pozulmasına isə ədəbiyyatşünaslıqda nə deyirik? İnversiya deyirik. Yəni, şairin söz sırasını qəsdən pozmasına inversiya və ya yazıcının ayrılarmı könül candan burada söz sırası pozulub, xəbər əvvələ gəlibdir, mübtəda və tamamlıq xəbərdən sonraya keçibdir. Buna ədəbiyyatşünaslıqda bədii ifadə vasitəsi olan inversiya deyirik. Bir məsələni də buradan tövsiyə etmək istəyirdim. Bayaq dedim ki, zaman zərflikləri, bəzən yer zərflikləri mübtədadan əvvəl gəlir. Test tapşırıqlarında bunu da bəzən inversiya kimi, daha doğrusu söz sırasının pozulması kimi vermiş olurlar. Mən düşünürəm ki, bu yanlış bir fikirdir. Çünki o tip cümlələrdə biz zərfliyin əvvəldə gəlməsini heç də söz sırasının pozulması kimi görmürük. Buradan tövsiyə edərdim ki, belə test tərtib edərkən söz sırasının pozulmasının ciddi şəkildə göründüyü nümunələrə yer vermiş olsun test tərtibçiləri. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunursa, mənim üçün nə mutlu.